Daha 26 ailə öz dədə-baba yurduna qayıdır. Bu dəfəki mərhələdə Ağdərə rayonunun Vəngili kəndinə 45 nəfər olmaqla 11 ailə, Xocalı rayonunun Badara kəndinə 19 nəfər olmaqla 6 ailə və Daşbulaq kəndinə isə 31 nəfər olmaqla 9 ailə yola salınıb. Doğma yurduna qayıdanlar Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Hazırda azad olunmuş ərazilərdə 50 minədə insan yaşayır. Çox sevinirəm, çox şadam. Bizi sevindirən, bu günü bizi yaşadan. Prezidentimiz var olsun, ordumuz var olsun. Həmişə qaliblər sırasında olsunlar. Sevinirik, vətənə gedirik. 34 ildə elə köçürük. Allah bir də bizi göstərməsin bu işləri bizə. Axırıncı köçümüz olsun, bünöyrəli olaq orada, vətəndə. 34 ilin həsrəti bitdi. Nəhayət biz vətənimizə qayıdırıq. Bu sevinci yaşamaq mən düşünürəm ki, qeyri-adi bir hissdir.